Herkese salam, kanalıma videoma xoş gəldiniz. Mən Asim. 2-3 gündür səhv eləmirəmsə video atmıram. Bunun səbəbini birazdan indi hazırlığa gedəcəm. Yolda danışaram sizə. Deməli uşaqlar, işıq biraz pis vurduğuna görə o işığı söndürdüm, lampanı yandırdım falan. Bu günləri eləməli olduğum şeyləri bir dənə deyim sizə tez bazar. Bu günləri saat 2-dən 4-ə fizika hazırlığım var və saat 7-dən 9-a məntiqdən əlavəmiz var. Daha sonrasında isə hal-hazırda indi fizikadan düsturlar təkrarlamalıyam. İngilis dili öyrənməliyəm, Python öyrənməliyəm, Rufo riyaziyyata hazırlaşmalıyam. Bu çəkəcəyim uzun videonu, yəni bu vlogu editləməliyəm. Bir də bura 2 dənə fikir yazmışam, qısa video. İndi görüm əlavə dağılma bir şey yazacağam və alındıra bilsəm əgər həmin o qısa videoları bu günləri çəkəcəyəm ki, əlimdə stok video olsun. Çünki bu günləri biraz boş vaxtım var. Yəni çox da yoxdur, amma biraz var da, yəni boş vaxtım ona görə. Və bu Pythonda, yəni Rufo üçün öyrənirəm də, belə deyim. Bir də ki, uşaqlar, yəni qeydiyyat açılıb, qeydiyyatdan keçmək üçün. Bir də mən bir səhv eləmişəm, onu siz eləməyin də, onu da yolda danışaram sizə. Mən yolda sizə 2 dənə, hətta əslində danışacağım şey 2-3 gündür video atmağımın səbəbi budur əslində. İndi yolda, ya da yolda danışmayacağım, gözləyin, yolda yadımdan çıxıb eləyər, indi danışım. İşığı necə eləyək? Hə, belə daha yaxşıymış məncə. Belə daha yaxşıdır. Hə. Elə bilin ki, mən hər iki fəndən qeydiyyatdan keçmək istəyirdim. Həm riyaziyyatdan, həm də informatikadan. Və həm riyaziyyat, həm informatikadan qeydiyyatdan keçmək üçün baxın bunu bilin. İkisindən də keçmək istəyirsinizsə, riyaziyyatı əsas fən kimi seçin. Yəni müsabiqənin istiqaməti deyir də. Orada riyaziyyat seçin. Sonra orada altda bir dənə çıxır ki, əlavə olaraq da yəni informatikadan getmək istəyirsiniz. İstəyirsinizsə bəliyə baxın, istəmirsinizsə xeyrə basın. Yəni belə eləməlisiniz. 2 fəndən də getmək üçün belə eləməlisiniz. Təkcə informatikanı seçsəz əgər, təkcə informatikadan gedirsiniz. Baxın bunu bilin. Yəni mən bilmirdim. Gedib təkcə informatikanı seçmişəm. İndi riyaziyyatdan qeydiyyatdan keçə bilmirəm. Yəni birinci getdim RT-yə yığdım təhsil institutuna. Zəng eləyirdim, zəngləri götürmürdülər. Instagramdan yazdım, Instagramdan cavab vermədilər. Axırda getdim mail yazdım onlara. Bəs dedilər ki, bu qeydiyyat işlərinə biz baxmırıq. Biyosinə ayaqlar mən dedim. Qeydiyyat işlərinə biz baxmırıq. Onun üçün gedin Rufoya yazın da. Bir WhatsApp nömrəsi verdilər mənə. O WhatsApp nömrəsi də şey idi də, bu Rufonun öz saytında portala girəndə qeydiyyatdan sonra. Orada yəni qoyulan nömrə idi də. O nömrəni verdilər. Mən onlara yazdım bəs problemi. Dedilər ki, qeydiyyatın ləğvi mümkün deyil falan. Sonrasında yəni mən çox yazdım onlara da. Yəni 2 gün falan bəlkə mən onlara ard-arda yazdım və o üst-üstə qoysaq bəlkə bu uzunluğuna, ya bundan da uzun mesajlar falan olardı da. Yəni xırda-xırda yazırdım, bu uzunluğuna yazırdım. Ya dəhşət çox yazdım onlara ki, yəni belə də zəhmət olmasa kömək eləyin falan. Nəysə, axırda müəllimimiz demişdi bizim, həmin bu onlaynla dərs keçən müəllim demişdi ki, yəni uzaqbaşı gedərsən nazirliyə, orada bir dənə ərizə yazarsan, böyük ehtimal o cürünü düzəldərlərsə sən problemdir. Mən də ümidimi kesmişdim. Deyirdim ki, hə, yaxşı, indi 11-i qeyd işgündə, 12-si, 13-ü falan da gedərəm ərizə yazaram. Və dedim ki, amma qoy yazılıq ərizədən qabaq orada portalımda məktub gördüm. Nə elə bir şey var idi. Dedim, bu nədir? Bastım, gördüm yazıb ərizə şikayətim. Bəlkə bir elektron ərizə göndərim. O da ərizədir, bu da ərizədir. Nəysə, girdim orada şeylər vermişdi. Onları seçdim, problemi təzədən yazdım. Xahiş elədim ki, düzəltsünlər. Göndərdim. Daha sonrasında 1 saat sonra mı, 1 saat yarım sonra mənə zəng gəldi. Təhsil Nazirliyindən ki, sizə zəng eləmişik. WhatsApp-a bəs müraciət eləmişdiniz, WhatsApp-ımıza yazmışdınız, probleminiz nə idi? Problemi danışdım onlara ki, belə-belədir. Mən səhv qeydiyyatdan keçəcəm, zəhmət olmasa düzəldin. Dedilər ki, bəs sizin probleminizi, yəni bu məsələni məsul yerlərə göndərirəm. 11-nə kimi qeyri-işçidir, 12-sinə kimi portalımızda düzəlsə, yəni böyük ehtimal düzələcək. Düzəlməsə əgər təzədən yazın bizə bu nömrə, nəsə də dedilər WhatsApp-dan təzədən yazın bizə. Yəni düzəldərik falan. Yəni bu qədər uşaqlar, mən elədim, üstə eləməyin. Yəni 2-3 gündür mənim, yəni saçımda ağ çıxdı, yəni saçım ağardı. Dəhşət, yəni bərbad 3 gün yaşadım da, çox pis idi hər şey. Və video çəkməyi də istəmirdim də, heç belə yəni o deyildim də, motivasiya falan hər şey çökmüşdü, yəni yox idi. Ona görə uşaqlar, mən səhv elədim, səhv eləməyin. Yəni bir şey bilmədən bir şeydən başınız çıxmırsa eləməyin o şeyi. Biraz ən azından vacib bir şeydirsə eləməyin də. Yəni bir araşdırın, sonra eləyin. Bir də baxın burdan bir şey nəticə qabı şey danışa bilmədim. Heç vaxt ümidinizi itirməyin. Daim müəllim.
Yəni də çünki heç elə vaxtda mənə zəng elədi. Necə fizika yazıram, təmiz verətdim, mən fizikada, getdi də təkcə informatikadan gedirəm də. Bir də belə bir şey var da, gecə yatanda özümə deyirəm ki, Asim fikir eləməklə, yatqınla, onsuz da riyaziyyatdan da getsən bir şey eləyə bilməyəcəkdim də, yatqınla. Səhər dururam, ay mən nə üçün belə elədim? Kaş gözləyərdim bir gün də. Zaten yeyirəm, içimi yeyir də. Nə yazmışam? Bəs WhatsApp-larına cavab yazmayıblar, ərizə yazdım və bu ərizəyə də hələ baxmayım. Yəni ərizə hələ araşdırılır. O məncə onlar mənim ərizəmə görə WhatsApp-dan yazmışdım deyə zəng elədilər mənə. Fizika yazıram belə dərdli oturmuşam. Birdən zəng gəldi mənə. Nömrəndə başlanğıcını əzbərləmişəm də demək olar. Çünki o qədər zəng elədim ki onlara. Yəni bir başlanğıcını əzbərim gördüm. Bu. Götürdüm. Salam da Təhsil Nazirliyindən dedilər. Bir dənə sevindim ki, ya dilxor olacağam bu zəngin axırında, ya da sevincəyəm. Bəxtim gətirdi ki, mən sevindim. Belə bir dənə qəşəng söz var ki, Allah həmişə sizin heç ummadığınız bir vaxtda, heç ummadığınız bir yerdən bir qapı açar sizə. Ona görə də heç vaxt ümidinizi itirməyin və itirməyin də, yəni də bunu demək istəyirəm. Bayaqdan bir mesaj verməsin də 50 dənə şeyə girdim, şəkildən şəkilə girdim. Nəysə də gedim indi fizikanı təkrar edeyim, düsturları və ondan sonra da hazırlığa gedim. Nəysə bir dənə bu iş zarafatı düzəlsəydi, hal-hazırda portalıma girəndə, yəni hələ də təkcə informatikadan qeydiyyatdan keçmişəm kimi görünür. Yəni ümidvaram həll olar da, yəni bir zəhmət olmasa həll olsun. Gözləyin təzədən girək bəlkə. Orada dedilər ki, özdə, yəni tez girin şey eləyin, yoxlayın. Bildirişləri yoxlayın dedi. Bildirişləri də necə yoxlayırlar bilmirəm. Yəni burada bildiriş qismi var, onu da bilmirəm. Sənədlərim, məktub yaz, araşdırılır hələ də. Gözləyim məktubum görüm nə vəziyyətdədir. Araşdırılır. Sizin müraciət icraatı götürülmüşdür. Müraciət məzmunu üzrə eşidilmişdir və müraciətiniz cavablandırılacaqdır. Yəni bu müraciət bu ərizədən çox belə güman ummuram hal-hazırda. Yəni tək ümidim WhatsApp-adır və nə bilim 12-sinə kimi gözləyəcəyəm də. Bir də 3 gün sonra da ayın 11-i, ayın 11-i, ayın 12-si gedəcəm də. Bir də saniyə. Bugün 6-cı gündür. Gün qutarır da demək olar, 2-yə işləyir. Sabahları bazar günüdür. Yəni bu gün gəldim ki, eləməli çox şeyim var. Rufu heç ağlıma gəlməyəcək böyük ehtimal. Deyir Rufu tapşırıqlarını işləyəndə Rufu ağlıma gələcək. Sabahları bazar günüdür. Sabahları da eləməli heç bir şeyim yoxdur. Yox, hazırlığım var da, hazırlığım var şükür. Yox. Hazırlığı gedərəm, gələrəm. Ondan sonra onlaynımız var. Onlayna girərəm, çıxaram, belə maraqlı olar. Bazar günü o cürünə bitər. Sonra nə əlavə şeylər işləyərəm falan. Bazar günü də o cür qutardım. Sonra birinci gün məktəb yoxdur. Birinci günü ki 10-udur. Onu da ki birinci günləri futbola gedəcəyik. Ayın 10-u futbola gedəcəyik və ayın 10-u çalışacağam ki bir dənə maraqlı blok çəkimsi üçün. Ayın 10-u futbola gedəcəyik. Qaydandan sonra da böyük ehtimalla Yusiflə nələrsə eləyərik. Məhliyyət çıxarıq bəlkə. İkinci gündə onsuz hazırlıqlarım falan var. Yəni çox tapşırıq var. Həm də ikinci gün sınaq olacaq deyə sınağa hazırlaşacağam. İkinci gündə o cür qutaracaq. Üçüncü gündə 12-sidir. Nə olar və xahiş edirəm. 12-si sayətə girəndə nə bir şey olmuş olsun da, bir irəliləmədir nədir ondan olsun yəni. Xahiş edirəm artıq dərəcədə. Nəysə, gedim ki, oxuyum da bu şeyi. Nə oxuyacaqdım mən? Fizikadan düsturları əcəm, onları oxuyum. Bir də mən şey yazmalıyam, gözləyin. İnformatikadan tapşırıqlarım var, informatika yazmalıyam. Nəysə uşaqlar, indi kameraya bağlayıram, gəlin yəni düsturları öyrənməyə ehtiyac. Öyrənmirəm, təkrarlayıram. Bunu da düzəldim. Təsvirdən yerləri üstə. Deməli belə hal-hazırda evdən çıxdım, gedirəm hazırlığa. Böyük ehtimalla uşaqla görüşəcəyim, məktəbin qabağında o cürünə gedəcəyik. Kanala abunə olun, video falan like atın. Hərdə bir istəsəz şərh yazın. Bir şey eləyin. Yəni 2 həftədə ilişmişik bir yerdə. Düzdür, video atıram əslində. Prosta indi videolar biraz pis ola bilərlərdən. Olar ki də indi pis olsun da. Nəşin indi şey eləmirsiniz ki, indi abunə zad olun da. Nəhəm belə eləyirsiniz indi. Nərmət istəyidi. Nəysə. Sonra Instagram'ı da buralara bir yerə qoyaram. Onu da takip edin, zəhmət olmasa. Mən normalda cəmaət günü-gündən artır, mən günü-gündən azalıram. Yəni 520 idim dünənlər ya da 2 gün əvvəl. Bunu 514-əm. Mən video atdıqda cəmaət takip eləməyə və takipdən çıxır. Yəni bu nə də belə bu çəkib paylaşmam, bunu takip eləyirəm. yəni ki qocaldım. TikTokda eləməsəz də olar. Yəni TikTok onsuz çox da vacib deyil. Yəni TikTok'a video atıram, tutsa cəmaət takip edir falan. Amma yəni TikTok'da da adım eyni addır da. Instagram'da olan adım TikTok'da da elədir. Nadir o Tim olsaydı gözləyərdim bax.
Necə tullayıb bizi yollar qəribə, hər birimizi bir evə. Yapışıb ərə bir pəncərəsinə şəhərin, gecəni seyr edər. Kimimiz var axı özümüzdən başqa, daşıya belimizdəki daşları. Vermə bir də bizə belə bir yük, Tanrı susma bir bax aşağı. Bura yarısı mı filmin sonu mu? Oynarıq görmədən oyunu. Alın yazımız çoxdan yazılıb, bizlər sadəcə şərhi yorumu. Tökülər taley çayları dənizə, naxışlanar küçələrizə. Kimi gözəldir tikanlı tac, elə kimi becərəllər dolu nərgizlər. Böyük böyük şəhərlər, kiçik kiçik insanlar, küçələrin birində bir ömürlü yazarlar. Sevilər və sevərlər, acı nədir bilərlər. Kiçik kiçik insanlar, böyük böyük şəhərlər. Böyük şəhərlər, balaca adamlar, dəmir yollarında qatarlar. Kimi hamı öz dayanacağına bağlı, həyatın danışacağı bu nağlı. Sevgidənmi qəlbimdəki qəm, gözlərdəki yaş, İçimdəki səs neçə ildir nəsə bağırır, İçimdəki səs neçə ildir nəsə bağırır. Böyük şəhərlər, balaca adamlar, evinə doğru olar addımlar. Var adları, soyadlar, amma siliniblər onlar dünyanın yadından. Bu qədər də adam içərmi qəm, piyadalar bizə baxar, keçər gedər. Hərə öz əsərinə cümlələri səpər, əkər sular biçər bitər. Birisinin isə dərdi bəşər. Söndür iPod'u, yandır dünyanı. Bizim oyun bitti, game over, bağlandıq. Doğrudan da 3 ildir sevginin ömrü, bizim sevgimiz öldü. Bu işə yaz saxladıq. Sənə lazım deyil day bu mahnalar. Sən böyüdün bizdən, biz qocaldıq. Sənə lazım deyil müqəddəs zirvələr. Bakı indi daha hündür binalar ucaldır. Bitti mi konsert, say biletləri, bölüşdür nə qədər ansımıza qalır. Axı bu deyildi bizim istədiyimiz, sözümüz sevilsin istədiyi sevildi səsimiz. Bakı günahlarını tökür Xəzərə, tanımayacaq birazdan məni gəzənlər. Doğma əzanlar, dinlə bir də gəlmir, köhnə küçələrdə traktor buldozerlər. Mənim şəhərim qırır körpə qanadlar, sən indi qastukda pencəkdə əsil maço. İşə düzəldinci pul qazanır, dünən hostu dinləyən bugün hostdan utanır. Köhnə kitabda üstümüzə toz dolur, amma ən çətin günündə sənə dost olduq. Çıxart posteri divardan əbədi, böyüdüm braço əlvida dost sələvi. Harda etdi bizim arzularımız, nə vaxt bitdi nağıllarımız. Sağalacaqmı qanadlarımız, daha hissetmir mahnalarımız, daha hissetmir mahnalarımız. Sən artıq böyümüsən indi, glamurlu eti. Dünənki Oscu Seva bugün olub Mrs. Sexy, dünənki Qaraqanda bugün olub Black Blood. Həyat bizi məhv elədi, son gedir şahmat. Zaman dəyişdi, necə çatladır qayaları qurudur. Deməli uşaqlar belə. Mən Elifo suallarına baxdım, riyaziyyat kursu baxanda video seçə bilmədim. İndi hal-hazırda onlayn dərsləyəm. Onlayn dərsdən sonra da böyük ehtimalla Python öyrənərəm 1 saat, sonra ingilis dilinə baxaram, sonra da bu videonu editləyib paylaşaram. Onlayn dərsim hal-hazırda bitdi və saat 9-dur. Dediyim kimi vaxtla əlaqəli bir iki problem var, o problemləri də vaxt içində həll edəcəyəm. İndi bu videonu məcburən burada bitirməliyəm, editləyib paylaşa bilim, amma bundan sonraki videoları çalışdığım qədər fikir verəcəyəm ona. Yəni axşam elədiyim şeyləri çəkəcəyəm. Yəni sabahki videolara qədər özünüzə yaxşı baxın, sağ olun, salamat qalın.